Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda qış tədarükü silsiləsində albalı döyməci hazırlayıram. Bunun üçün albalı yaxşı təmizlənir, yuyulur. Suyu süzülmüş albalıların göstərdiyim üsulla tumları çıxarılır. Mən bunun üçün xüsusi saxladığım makkaşdan istifadə edirəm. Daha rahat olur makkaşla. Üzərinə doğranmış sarımsaq, 5-6 diş sarımsaq, bir dolu çay qaşığı duz, mən Himalay duzundan istifadə edirəm. Bu arada mənim albalım 1 kilo 600-700 qramdır. Çay qaşığının ucunda istiot, qurudulmuş reyhan. Dadına baxıb duz istiotu zövqünüzə görə ayarlaya da bilərsiniz. Mən istiotu biraz az əlavə etdim, çünki isot deyilən digər bir acı deməli ədvadan da istifadə edəcəm. Bir dolu çay qaşığı şəkər tozu, bir də çay qaşığının ucunda dediyim isot. Bütün bunları əlavə edirik və yaxşı qarışdırırıq. Gözləməyə qoyuruq. 1 saat gözlədirik ki, albalı öz şirəsini versin. Bankaları sterilize edirik və sonra bankaları deməli vişnə ilə doldurmağa başlayırıq. Axırda qalan şirəsini də görürsünüz ki, qabın dibində şirəni də üzərlərinə tökürük və deməli su qaynayandan sonra yarım saat olmaqla qaynadırıq. Qapağını möhkəm bağlayıb ağzı üstə deməli bir yerə qoyuruq və üzərini örtüb qalın bir adyalla örtürük ki, sakitcə özü soyusun. Bir sutka ərzində soyuyur. Soyuduqdan sonra üzərini açırıq, yoxlayırıq və sonra soyuq yerdə mühafizə edirik. Buyurun, siz də hazırlayın. Gördüyünüz kimi çox rəngi də gözəldir, dadı da gözəl olacaq. Siz də hazırlayın. Nuş olsun. Ağız dadınız heç zaman pozulmasın.